Birinci salnamələr. 8-ci fəsil. Binyaminin nəsilləri. Binyaminin oğulları bulardı. İlk oğlu Bela, ikincisi Aşbel, üçüncüsü Axrah, dördüncüsü Noxa, beşincisi Rafa. Belanın oğulları bulardı. Addar, Gera, Avihud, Avişua, Naaman, Axuah, Gera, Şefufan və Xuram. Gevada yaşayanların nəsil başçıları olan, sonra isə Manaxata köçürülən Ehudun oğulları bulardı. Naaman, Axiyə və onları köçürən Gera. Geradan Uzza və Axixud törədi. Şaxarayim arvadları Xuşim və Baaranı boşadıqdan sonra Muab ölkəsində övlad atası oldu. Arvadı Xodeş ona bunları doğdu. Yovav, Sivya, Meşa, Malkam, Yeus, Sakiya və Mirma. Onun bu oğulları nəsil başçıları idi. Xuşim isə ona Avituvu və Elpaalı doğmuşdu. Elpaalın oğulları Ever, Mişam və Şamed. Şamed Ono ilə Lodu, onun qəsəbələrini tikdi. Ayalonda yaşayanların nəsil başçıları Beriya və Şemra idi. Onlar qatda yaşayanları qovdu. Beriyanın oğulları Axyo, Şaşak, Yeremot, Zevadiya, Arad, Eder, Mikael, İşba və Yoxa. Elpaalın oğulları Zevadiya, Meşullam, Xizqi, Xever, İşmeray, İzliya və Yovav. Şimeyin oğulları Yaqim, Zikri, Zavdi, Eliyenay, Selletay, Eliyel, Adaya, Beraya və Şimrat. Şaşaqın oğulları İşban, Ever, Eliyel, Avdon, Zikri, Xanan, Hananya, Elam, Antotiya, İfdeya və Penuel. Yeroxamın oğulları Şamşeray, Şexariya, Atalya, Yaareşya, İlyas və Zikri. Bunlar nəsil şəcərələrinə görə nəsil başçıları idi və Yerusəlimdə yaşadılar. Padşah Şaulun əcdadları və nəsilləri. Giviyonun atası Yeyəl Giviyonda yaşayırdı və arvadının adı Maaka idi. İlk oğlu Avdon idi. O birləri isə bunlar idi. Sur, Giş, Baal, Nadav, Gedor, Axyo, Zeker. Şimanın atası Miqlot. Onlar qohumlarının yanında Yerusəlimdə qohumları ilə birgə yaşayırdı. Nerdən Giş törədi və Gişdən Şaul törədi. Şauldan Yonatan, Malkişua, Avinadav və Eşbaal törədi. Yonatanın oğlu Meribbaal idi. Meribbaaldan Mikeya törədi. Mikeyanın oğulları Piton, Melek, Tareya və Ahaz. Ahazdan Yehoadda törədi. Yehoaddadan Alemed, Azmavet və Zimri törədi. Zimridən Mosa törədi. Mosadan Bina törədi. Binanın oğlu Rafa, onun oğlu Elasa, onun oğlu Asel. Aselin 6 oğlu var idi. Onların adları belədir. Azziqam, Bokru, İsmail, Şeariya, Avdiya və Xanan. Bunların hamısı Aselin oğulları idi. Onun qardaşı Eseqin oğulları. İlk oğlu Ulam, ikincisi Yeuş və üçüncüsü Elfelet. Ulamın oğulları oxatan igid döyüşçülər idi. Oğulları və nəvələri çox idi, 150 nəfər. Bunların hamısı Binyaminin nəslindəndir.